Əziz möhtərəm müsəlmanlar, həmişə olduğu kimi ilk öncə özümə, sonra sizlərə Allahdan layiqli şəkildə qorxmalı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yolunu tutub getməyə nəsihət edir. Bugünkü xutbəmizin mövzusu su nimətdir haqqında. Bəli qardaşlar, Allah Subhanahu taala Quran-Kərimdə deyir ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Əgər siz Allahın nimətlərini saymağa çalışsanız, sayıb qurtara bilməzsiniz. Və o böyük nimətlərdən biri də bizə bəxş edilən su niməti. Halbuki bütün məxluqatın o nimətə ehtiyacı vardır. İnsan az qalaraq sadəcə su ilə günlərlə yaşaya bilər. 30 gün, 40 gün və s. Amma susuz insan 3 gün və ya 7 gün yaşayır. Bir neçə gün yaşayır. Ona görə də Allah Subhanahu suyun qədrini, qiymətini Quran-Kərimdə Mülk surəsinin 10-cu ayəsində deyir ki: "Qul ərəeytum in əsbaha ma'ukum ghawran femen ya'tikum bima'in ma'in." De, bir deyin görün, əgər Allah sizin suyunuzu, içdiyiniz, yuyunduğunuz və s. istifadə etdiyiniz o suyu, axar suyu yerin dibinə çöktürsə, sizə o axar çayı, axar suyu kim gətirə bilər? Və ona görə də bu nimətin qədrini bilməli, israfdan çəkinməli. Allah Subhanahu taala buyurur ki: "Kulu vəşrabu və la tusrifu, innehu la yuhibbul musrifin." Yeyin, için, lakin israf etmeyin. Allah israf edənləri sevmir. Və israf haramdır, hətta dəstəmaz alarkən belə, qüsul alarkən belə suyu israf etmək haramdır. Bir gün sahabələrdən biri radiyallahu anh dəstəmaz alarkən Rasulullah sallallahu aleyhi və səlləm onu xəbərdar edir, dayan, israf etmə, israf etmə. Rasulullah sallallahu aleyhi və səlləmə deyir ki: "Ya Rasulullah, məyər dəstəmazdan mı su israf olur?" Deyir ki: "Bəli, hətta çayın kənarında olsam belə su israf etmə. Hətta çayın kənarında dəstəmaz alsam belə su israf etmə." Yəni bu o deməkdir ki, su bol olsa belə suyu israf etmək olmaz. Və qiyamət günü biz bu nimətlər barəsində soru-sual tutulacağıq. Necə ki, Təkasür surəsində deyir ki: "ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ." Və sonra siz qiyamət günü, hesab günü sizə verilən nimətlər barəsində soru-suala tutulacaqsınız. Və ona görə də keçən dəfə xutbəmizdə də Ömər radiyallahu anh'ın o nəsihətini hatırlatmışdır. Demişdi ki: "Hasibu enfusakum qabla an tuhasabu." Hesaba çəkilməmişdən öncə özümüz bir hesaba çəkin. Özümüzə çəkir düzən verməliyik. Hər bir halımızdan, hər bir hərəkətimizdən, hər bir bizə verilən nimətlər barəsində soru-suala tutulacağıq. Uca Allah buyurur ki: "Yevme izin tu'radu la tahfa minkum xafiyə." O gün, qiyamət günü məhşərə gətiriləcəksiniz, soru-sual olunan yerə gətiriləcəksiniz və heç bir sirriniz gizli qalmayacaq. Hər bir şeyiniz açığa çıxacaq. Və o gün kitabını qoyacaqlar qabağına, əməl kitabını, əməl dəftərini. Və deyəcək, Allah Subhanahu taala deyəcək ki: "İqra kəfə binəfsihi əl-yevmə aleykə hasibə." Oxu kitabını, bugün sən, yəni sənə özünə hesab çəkməyə məsələ kifayət edir. Yəni orada nə eləmsənsə bu dünyada hərfi ilə, nöqtəsi ilə, vergülü ilə hamısı yazılır və sən ona baxdığın zaman heç bir şey inkar edə bilməyəcəksən. Deməyəcəksən ki, ya Rabbi, mənə burada haqsızlıq olur. Onu deyə bilməyəcəksən. Çünki hamısı aşkarda, dəlilləri ilə, sübutları ilə sənin qarşına qoyulacaq. Onu inkar edə bilməyəcəksən. Ona görə də o gün deyir ki, insanın ağzına mühür vurulacaq və bütün əzaları başlayacaq danışmaq. Bu haqda da buyurulur ki: "El-yevme nahtimu ala afahihim ve tukallimuna eydihim ve teşhadu arjuluhum bima kanu yeksibun." O
O gün biz onların ağızlarına mühür vurarıq və qazandıqları günahlar səbəbilə onların əlləri bizimlə danışır. Ayaqları da etdiklərinə şahid edir. Nəinki əl-ayaq, insanın dərisi belə onu şəhadət verir. Bu barədə deyir ki, və qalu li culudihim limə şəhidtum aleyhim. Deyəcək ki, insan öz dərisinə nə üçün bizim əleyhimizə şəhadət verirsin? İnsan o dərisi nə deyəcək? Deyəcək, qalu əntəqanallahu ləzi əntəqa kullə şey. Hər şeyi danışdırmağa qadir olan Allah bizi danışır. Ona görə də qardaşlar, o gün gəlməmişdən öncə o gün üçün hazırlıq görəyin, tədarük görəyin və bizə verilən nimətlərin qədrini biləyin.